Baxıram 13-cü suala. 13-cü sualda kəsri ixtisar edin. Baxaq. Deməli 25x kvadratı çıxılsın 15x plus 2. 5x-i 5x-a vursam 25x kvadrat eləyər. 2 də almaq üçün 1-i 2-yə vuranda. Baxaq görək. Ödəyir bizdə. 10x, bu da 5x. 15x amma müsbətlə. Deməli, hər ikisi mənfi götürməliyik. Bir də mənfi 1-i mənfi 2-yə vuranda müsbət 2 eləyir. Bu şəkildə yoxlasaq, mənfi 10x, mənfi 5x toplanır, mənfi 15x-i verir. Deməli, bizim vuruqlarımız olacaq 5x minus 1, bir də 5x minus 2. Bölünsün. Məxrəci də 5x minus 1, 5x minus 1, bir də vurulsun 5x plus 1 kimi, yəni müxtəsərə görə vuruqlarını ayıra bilərik. Buradan 5x minus 1-lər ixtisar edir, qalır 5x minus 2, bölünsün 5x plus 1. C bəndi yox, E bəndi. Baxıram 15-ci suala. 15-ci sualda da x-də 8 çıx 1-i, baxıram məxrəcə. Məxrəcə x minus 2-nin kubu, 2 minus x-in kubu və x-də 4 plus 1 var. x-də 8, x-də 4 çıx 1, x-də 4 plus 1 kimi parçalayıram. A kvadrat çıx b kvadratın əsasən. X minus 2-nin kubu üstə gəlsin. Bunu da yazıram. Mənfisini çıxardıram qarşıya. X minus 2-nin kubu kimi yazıram. Tək dərəcə olduğuna mənfi çıxdı qarşıya. Üstə gəlsin x-də 4 plus 1. Bunlar ixtisar edir. Deməli, sürətdə qaldı x-də 4 çıx 1 vurulsun x-də 4 plus 1. Məxrəcdə də qaldı x-də 4 plus 1. Bunlar da ixtisar edir. Qalır x-də 4 çıx 1. Yəni C bəndi.